Salam aleykum, hardayam? Hökməli Qobu yolundayam. Bir dənə sizə günün cəhbotu. Vallahi əla qiymətədir. Qiymət bilsə neçədir? Əvvəlcədən qiymətliyim. Hər şey daxil. Plazma televizoru, nə bilim ki, divanı, stolu evdən heç nə götürmür şəxsi əşyalarından başqa. Hər şey qalmaqdan qiymətli. Buradan da gəldi. Vallahi özüdür. Bugünkü gündə bu cür ev tapmaq, yəni qiymətinə görə bax, təzə şkafdır, təzə qrafatdır, yataqda alıb rahatlıqdan kirayə verə bilərsən. Bugünkü gündə elə bunun kirayə dəyəri rahat bir 250 manata oynaya-oynaya yəni vermək olar da. Qiymət əla, evin özü əla. Qiyməti haqqında məlumat var. Bu Kına Mebel dünənləri yığılıb 1000 manat, yəni bu Kına Mebelinə pul verdi. Yəni təzə yığılıb, hər şey qaydasındadır. 15.000 verəcəksən qabağıca. Opsi qiymət düşəcək sənə 26.000 manata. Nəqd eləsin 1000 manat endirim. Bəlkə biraz daha da endirim eləmək olar, amma evin üstündə. Burada hamam sanuzelidir. O da tam təmirdir. Aksesuarlar hamısı təzə qoyulub. Yəni hər şey qaydasındadır, hər şey təzə qoyulub. Ev üstü paketli, yəni düz deyil. Evin çölüdən də tanış edeyim sizə. O çölü belədir. Baxın, həyətidir. Həyəti, motoru, gidroforu, yəni hər şey qaydasındadır. Evin üstü paketli. Əlaqə saxlayın, inşallah yoluna qoyağım. Sağ olun.